Bismillahirrahmanirrahim. Allahın salamı olsun sizə əziz izləyicilər. Hər birinizi Üçbucaq layihəsinin növbəti verilişində xoş gördük. Verilişimizin bugünkü qonaqları Əliziya müəllim və Xan Mirzə müəllimdir. Hər birinizi xoş gördük, xoş gəlmisiniz. Bildiyimiz kimi qarşıdan Qədirxum günü gəlir. Bugün çox əhəmiyyətli bir gündür İslam dinində və İslam peyğəmbərinin özündən sonra Əli əleyhissalamın vilayətini və imamətini ümmətə elan etdiyi bir gündür. Biz bu verilişimizdə Qədirxum barəsində müzakirə edəcəyik. Bu hadisənin bizə verdiyi mesajları, əhəmiyyəti və necəliyi barədə qonaqlarımızla birlikdə müzakirə edəcəyik. İlk öncə Qədirxum hadisəsi barəsində söhbət açaq. Qədirxum hadisəsi Xan Mirzə müəllim necə bir hadisədir? Yəni bu hadisə coğrafi olaraq harda baş vermişdir? Bismillahirrahmanirrahim. Dəvətə görə təşəkkür edirəm. Sizi və bizi izləyən bütün əzizləri, müsəlmanları salamlayıram və bu mübarək bayram münasibətilə hamıya təbrik edirəm. Qədirxum hadisəsi bildiyimiz kimi Hicri qəməri tarixi ilə 10-cu ildə baş vermişdir. Peyğəmbər sallallahu sonuncu həcc ziyarətinə təsadüf eləyir və sonuncu həcc ziyarəti olduğundan demək olar bütün müsəlman coğrafiyasından müsəlmanlar həcc ziyarətinə toplaşıblar və Peyğəmbər sallallahu ilə birgə həcc əməllərini yerinə yetirirlər və qayıdarkən, əlbəttə bütün bu dediklərimizi biz xülasə şəkildə deyəcəyik, qayıdarkən Cövfə məntəqəsində, Qədirxum çölündə, hansı ki elə bir məkandır ki, oradan hacılar ayrılacaq, bəli, 4 istiqamətə, şimal Mədinə tərəfdir, şərq İraq tərəfdir, o cümlədən qərb Misir tərəfdir və cənub Yəmən tərəfdir. Belə bir məkanda, hacıların ayrılacağı bir məkanda Peyğəmbər sallallahu göstərişi ilə hacılara dayanmaq əmr olunur və gedənlərin geri qayıtması, geridə qalanların gəlib çatması əmr olunur. Əlbəttə bu əmr ilahi vəhyə söykənir ki, Allah-u Teala ayə göndərir Peyğəmbər sallallahu ki, ya əyyuhər rasul bəlliğ mə unzir ileyk min rabbik. Ey Rəsul, ey Allahın elçisi, Rəbbindən sənə nazil olanı təbliğ elə. Əgər bu işi görməsən və illəm təfəl fəmə bəlləğdə risalətə. Əgər bu işi görməsən, risalətini yerinə yetirməmiş olarsan. Görünən budur ki, mühüm bir məsələdən söhbət gedir və mühüm bir mesaj gərək həmin bu yerdə müsəlmanlara çatdırılsın, müsəlmanlar dağılmamış. Elə bu məqamda Peyğəmbər sallallahu azancısı azan deyir və müsəlmanlar toplaşırlar, namazlarını bitirirlər. Hava çox istidir, müsəlmanların bəzisi öz əbasını başına salıb, bəzisi istidən ayaqlarının altına salıb. Belə bir çətin durumda mühüm bir mesaj gəlməlidir və Peyğəmbər sallallahu öz xutbəsinə başlayır və xutbəsində həmin məşhur xutbəni oxuyur və bildirir ki, mən sizin özünüzə nisbət daha artıq ixtiyar sahibi deyiləmmi? Bu cür sual verir. Müsəlmanlar bildirirlər ki, bəli, Allah Rəsulu məsələ budur və Peyğəmbər sallallahu iki ağır əmanətdən söhbət açır, Quran və Əhl-i Beytdən söhbət açır, sonra həmin o mühüm məsələyə işarə edir. Mən kuntum Mevla fəhazə Əliyyum Mevla. Əliziyə müəllim, buradakı Peyğəmbər, əziz Peyğəmbərimiz ki, buyurur, mən kuntum Mevla fəhazə Əliyyum Mevla. Burada Mevlanın mənası nədir? Yəni, mühüm bir hadisədir, görülür. Xan Mirzə müəllim işarə elədi, coğrafi baxımından ki, mühüm bir hadisədir. Və buradakı Peyğəmbər buyurur, Mevlanın mənası nədir burada? Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə sizi və əziz izləyiciləri salamlayıram və bayram münasibəti ilə hər kəsi, bütün müsəlmanları təbrik edirəm. Mevla kəlməsi ki, siz buyurdunuz, Peyğəmbər Həzrət Əleyhisselamın əlini qaldırır və hətta tarixdə yazılıb ki, Həzrət Əleyhisselamın əlini o hətta qaldırır ki, qolunun altı görsənir. Bu şuarı verir ki, mən kuntum Mevla və hədə Əliyyum Mevla, Allahümmə valimən vala və adimən ada ki, mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır, ilahi, onu sevəli sən də sev, onunla düşmən olanla sən də düşmən ol. Müsəlmanlar arasında bura qədər ixtilaf yoxdur. Bütün müsəlmanlar qəbul edirlər ki, Qədirxum hadisəsi baş verib, Peyğəmbər bu sözləri deyib, Həzrət Əleyhisselamın əlini qaldırıb, onu mövla olaraq təyin edib. İxtilaf buradadır ki, bu Mövlanın mənası nədir?
Yəni Cəfəri məzhəbi Şiələr bu etiqaddadırlar ki, Mövla burada rəhbər mənasındadır. Peyğəmbərin canişini mənasındadır. Amma bəzi müsəlmanlar bu iddiadadırlar ki, Mövla burada dost mənasındadır. Dost mənasındadır və Peyğəmbər istəyirdi ki, o həmin günü, Qədirxum günü Həzrət Əlinin insanların dostu olmasını çatdırsın. Yəni bu qədər mühüm hadisə baş vermişdi ki, Peyğəmbər özündən sonra öz dostunu təyin eləsin. Məsələn, bir halda ki, Həzrət Əlini Peyğəmbər böyütmüşdü. Bunu hamı bilirdi. Uşaq vaxtından Peyğəmbərin yanında olub, Peyğəmbər ona atalıq eləyib, öz qızını ona verib. Belə bir vəziyyətdə Peyğəmbər yəni çıxır məsələn deyir ki, ey insanlar, Həzrət Əli sizin dostunuzdur, düşməniniz deyil. Bir şeydir də artıq. Burada hadisənin özündən aydın olur ki, buradakı Mövla sözün mənası artıq insanın fitrətinə uyğun gəlmir. Yəni tarix oxuyan insanın tarixi fitrətinə uyğun gəlmir ki, bir nəfər məsələn çıxır Peyğəmbər o cür isti havada, hətta deyir ki, heç kim kölgəyə getməsin, ağaclara sökənməsinlər, hamı gəlsin, cəm olsun ki, mühüm bir sözüm var, hamı bunu eşitsin. Belə bir vəziyyətdə Peyğəmbər çıxır, deyir ki, məsələn, Həzrət Əli hamımızın dostudur, siz də ona dostluq edin. Yəni, həqiqətən bu aşkar və bədihi bir şeydir. Buna adam ehtiyac yox ki, məsələn, burada dərin bəhs edir. Yeri gəlmişkən Əliziyə müəllimin toxunduğu mətləbə bir qeyd vurmaq istəyirəm. O da bundan ibarətdir ki, biz Peyğəmbər sallallahu Qədirxum xutbəsinə necə başladığına diqqət eləsək, məlum olacaq ki, həqiqətən məqsəd dost yoxdur, rəhbərdir. Çünki Qurani-Kərimdə bu vəli kəlməsi əsasən iki formada işlənib. Biri Əhzab surəsinin 6-cı ayəsində Allah Mütəala buyurur ki, "Ən-nəbiyyü əvlə bil mu'mininə min anfusihim." Peyğəmbər möminlərə özlərindən daha artıq və daha layiqlidir. Həmçinin Tövbə surəsinin 71-ci ayəsində Allah Mütəala belə buyurur ki, "Vəl mu'minun vəl mu'minat ba'duhum awliya'u ba'd." Mömin kişilər və mömin qadınlar, onlar bir-birlərinin dostudur. Deməli, həm Quran-Kərimdə rəhbər mənasını ifadə edən vəli kəlməsi var, həm dost mənasını. Amma Peyğəmbər sallallahu məhz rəhbər mənasını ifadə edən əvla kəlməsindən istifadə edərək Qədirxum xutbəsinə başlayır. Əgər məqsəd dostu olsaydı, Tövbə surəsinin 71-ci ayəsindəki ayəyə istinad edərək Peyğəmbər xutbəsinə başlayardı. Bu onu göstərir ki, bəli, mövzu rəhbərlikdir. Bir də loru dildə desək, Peyğəmbər sallallahu İmam Əlini ümmətə rəhbər təyin eləməkdən ötürü bundan artıq nə iş görməli idi? İnsanlar içərisində Həzrət Əlinin əlini qaldırır və insanlara bildirir ki, mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Peyğəmbər ümmətin nə idi? Mövlası idi, rəhbəri idi, imamı idi. Əgər imamı idisə, özündən sonra da deyir, mən kimin imamıyamsa, Əli də onun imamıdır. Baxay, Peyğəmbər həyatında möminlərə necə nisbəti var idi? O nisbət Əli əleyhissalama verir. Bir də bir nöqtəyə toxunmaq istəyirəm. Bəzən qeyd edirlər ki, Həzrət Əlinin Yəməndə bir problemi var idi müəyyən müsəlmanlarla. Dostluq buna görə idi. Amma bunu deyənlər həmən Yəmən hadisəsinə, həmən tarixə nəzər eləməyənlərdir. Çünki Yəmən hadisəsi Hicrətin 8-ci ilində baş verib, Qədirxum Hicrətin 10-cu ilində baş verib. Üstəlik Yəmən hadisəsində Peyğəmbər sallallahu huzuruna həmən müsəlmanlardan gəlirlər, şikayət edirlər Həzrət Əmirdən. Peyğəmbər sallallahu elə həmən anda məsciddəykən onların cavabını verir. Bildirir ki, siz mənə əziyyət elədiniz. Bilirlər ki, ya Rasulullah, biz Allaha sığınırıq sənə əziyyət eləməkdən. Peyğəmbər sallallahu buyurur ki, Əliyə əziyyət eləyən mənə əziyyət eləmiş olur. Yəni Peyğəmbər sallallahu kəskin şəkildə bu etirazları qarşılayır və məsələni 2 il öncə tamamlayır, həll edir. Məlum olur ki, o Yəmən problemi Qədirxum hadisəsi ilə əlaqəli deyil. Burada bir dənə nöqtə var, o da bundan ibarətdir ki, xütbə Əhl-i Sünnənin və bütün müsəlmanların kitablarında qeyd olunur, mütəvatir hədislərdəndir də. Mütəvatir hədis deyəndə Qədirxum hədisindən danışarlar. Yəni bizim sualımız budur o müsəlmanlara ki, Yəmən mövzusunu bura gətirib çıxardırlar. Sualımız budur ki, o xutbənin hansı yerində Peyğəmbər Yəmən hadisəsinə işarə edib, Yəməndən danışıb? Ya Həzrət Əli öz xilafəti dövründə bu hadisəyə işarə edir. O hadisəyə işarə edəndə harda Yəməndən danışıb? Və yaxud da Əli əleyhissalamdan problemi olan şəxslərin özləri hansı yerdə, tarixin hansı yerində gəldilər, dedilər ki, Qədirxum günündə bizim Yəmən müşkülümüzü Peyğəmbər həll elədi.
Bunu İbn Kəsir neçə əsr sonra gəlib özündən çıxardıb ki, qədruxumu qəbul edir, amma məsələ Yəmən məsələsidir. Bu insafsızlıqdır. Bəli. Çox təşəkkür edirəm. Növbəti sualımız da budur ki, niyə Qədirxum gününü müsəlmanlar bayram etməlidir? Bu günün əhəmiyyəti nədir? Baxın, biz əgər diqqət etsək İslamda olan digər bayramlara, məsələn Qurban bayramı, Ramazan ayında Ramazan ayı bitdikdən sonra Şəvval ayının biri qeyd olunan Fitr bayramı. Biz bu bayramlara diqqət etsək görərik ki, bu bayramlar sanki Allah tərəfindən bu bayramlar vasitəsilə bizə bir mesajlar var. Və Allah bir növ öz sünnəsini, öz üslubunu bizə çatdırır. Deyir, hər kim mənim yolumda zəhmət çəksə, hər kim mənim yolumda əziyyət çəksə, mən ona mükafat verərəm və mükafat olaraq onun adını bütün tarixlərə əzbər edərəm. Məsələn, xanım Həcər Səfa və Mərvə dağı arasında, Allahın salamı olsun ona, səy eləmişdi, su axtarırdı öz övladı üçün. Allah bunun bu zəhmətini gəldi hacılarda hacın bir əməl olaraq, vacib əməl olaraq qeyd orada vacib etdi müsəlmanlara, hacılara ki, xanım Həcərin bu zəhməti insanlar arasında bir nümunə olaraq yaşasın. Eyni zamanda Həzrət İbrahim peyğəmbər öz nəfsindən və övladı İsmail peyğəmbər də öz nəfsindən keçdilər ata-bala. Allahın əmrinə tabe oldular, öz nəfsinə yox dedilər. Allah bu nəfsə yox demək, bu zəhməti dəyərləndirdi, öz yerində orada qoç göndərdi və eyni zamanda bu tarixi, bu hadisəni tarix olaraq yaşatmaq üçün müsəlmanlar arasında bayram günü təyin etdi. Eyni zamanda müsəlmanlar gəlir 30 gün, 29 gün Ramazan ayında oruç tuturlar. Zəhmət çəkirlər, öz nəfslərinə hər gün yox deyirlər. Haram bəzi şeylərdən çəkinirlər, hətta digər aylarda halal olan şeylərdən belə çəkinirlər. Allah bu müvəffəqiyyəti Ramazan ayının sonunda onlara bayram olaraq təyin edir. Və onlara bildirir ki, sizin bu əməliniz mənim üçün dəyərlidir. İndi Peyğəmbər 23 il Peyğəmbərlik edib, zəhmət çəkib, dişi qırılıb, başına min cürə oyun açıblar. Həzrəti Əli əleyhissalam deyirlər Uhud döyüşündə o cür zəhmətlərə düşmüşdü. Peyğəmbəri qoruyan 13 nəfərdən biri də Həzrəti Əli idi ki, digərləri qaçmışdı, səhabələr qaçmışdılar. Hətta bəziləri özləri qeyd edirlər ki, biz elə qaçırdıq ki, yəni dağa məsələn dağ keçisi kimi çıxırdıq. Peyğəmbəri qoruyan Həzrəti Əli ki, deyirlər bədənində salamat yeri qalmamışdı. Bunlar ki, İslamı bu cür zəhmətlərlə ölümün bir addımlığına yaxınlaşa İslamı qoruyub genişləndiriblər. Sonda Peyğəmbər gəlir öz ömrünün son anlarında istəyir artıq peyğəmbərliyini sona çatdırsın və möhrü vursun və şəriəti bizə olduğu kimi çatdırsın və öz yerinə canişin təyin etsin. Biz bunu niyə bayram kimi qeyd etməməliyik? Allah məgər Allahın sünnəsi, məgər Allah öz Quranda buyurmur ki, mənim sünnəmdə dəyişiklik yoxdur. Mənim sünnəmdə nə təhvil var, nə təbdil var. Allah belə bir Allahdır ki, keçmiş peyğəmbərlərin zəhmətlərini dəyərləndirib tarixdə bizə çatdırıb əksəriyyətini. Onlar ki lazım idi. Bir peyğəmbər ki, Xatəmül Ənbiyadır, peyğəmbərlərin şahıdır. O peyğəmbərin zəhmətini bizə çatdırmasın, tarixdə bir bayram olaraq qeyd eləməsin. Gözəl nöqtə işarə elədi. Yəni bayram, yəni demək bayramın fəlsəfəsi həmin günün əhəmiyyətindən irəli gəlir. Bəli. Yəni Fitr bayramı, Qurban bayramı çox əhəmiyyətli olduğu üçün Allah Mütəal bunu ümmət üçün bayram təyin edir. Qədirxumun əhəmiyyəti nədir? Qədirxumun əhəmiyyəti budur ki, biz bilirik ki, Həzrət Muhammed Mustafa sallallahu aleyhi və alihi və səlləmdən qabaqki peyğəmbərlərin dini təhrif olunub. Allah vəd verib ki, bu din təhrif olmayacaq. Peyğəmbərdən qabaqki, bizim peyğəmbərdən qabaqki peyğəmbərlərin də səhabələri var idi. Onların da həvariləri var idi. Bəli, bəli. Və mömin adamlar da var idi aralarında. Amma bununla belə möminlik kifayət deyil. Allaha iman gətirmək kifayət deyil dinin qorunmasına. Dinin qorunması üçün gərək sən dində mütəxəssis olasan. Allahla sənin aranda nurlu bir rabitə olsun. Elə bir rabitə olsun ki, mən demirəm vəhy həddində. Ən azından Allahla aranda bir rabitə olmalıdır sənin. Elə bir, yəni sən bağlanmalısan elmin şəhərinə, elmin dəryasına sənin bağlantın olmalıdır. Belə olmadıqda bir insan nə qədər ixlaslı da olsa,
nə qədər dini çox da sevsə, dini qorumağa da çalışsa, bilməyərəkdən işləri vurub korlayacaq və din təhrif olacaq. Buna görə tək ixlas, möminlik kifayət deyildi. Səhabələrin arasında möminlər də var idi, ixlaslılar da var idi, dini çox sevənlər, sevənlər də var idi yetərin qədər. Amma ləyaqətliləri az idi ki, dinin qorunmasında rəhbər olsunlar. Və ləyaqətlisi Həzrəti Əli idi ki, Allah da onu tanıyırdı, Peyğəmbər də onu tanıyırdı ki, Qədirxum günündə Həzrəti Əlini rəhbər təyin etdi və bir din ki, hal-hazırda gəlib bizim əlimizə çatıb, sağlam formada təhrif olmamış. Bunun bizə gəlib çatmasında əsl səbəbkar elə Peyğəmbərdən sonra Həzrəti Əlinin vilayətinin olması, vilayətidir, Həzrəti Əlinin səyləri və təlaşıdır. Biz həmin günü niyə də bayram keçirməyək? Yəni vilayət bir növ qanunların qorucusudur. Bu gün biz ya Məsihli idik, bu gün biz ya Məsihli idik, ya Zərdüşt idik, ya da ki bir dənə təhrif olunmuş bir İslam dinində idik. Bəli. Üzr istəyirəm, bir qeyd eləmək istəyirəm. Əziz müəllim bunu çatdırmaq istəyir, mən belə başa düşdüm ki, ümumiyyətlə insanoğlu fitrətən bu cür xəlq olub ki, onun üçün hər nə əlamətlər olarsa, o onun üçün bir növ bayram olar. Məsələn, adicə insanlar görür ki, ad gün keçirdirlər. Onun üçün əlamətdar gün. Və yaxud da Zəfər bayramı qeyd olunur. Onun insanlar üçün əlamətdardır. Və yaxud da digər bayramlar və s. Niyə? Çünki insanlar üçün bu günlər əlamətdardır. İndi bu əlamətdar günlərin əhəmiyyətini biz tərəziyə qoysaq, görərik ki, Əli əleyhissalamın ümmətə rəhbər təyin olması, yəni vilayətin elan olunması bütün o günlərdən əhəmiyyətlidir. Yəni bu günün bayram olması bu cəhətdəndir ki, Allah Taala məsumlar vasitəsilə bizə bunu çatdırıb ki, bu günü gərək bayram edək. İmam Sadiq əleyhissalam buyurur ki, "İnnehu yevme eydin və fərəhin və sururin." Qədirxum şadlıq günüdür, sevinç günüdür və bayram günüdür. Və yevmu savmin, oruç tutmaq günüdür. Niyə? Şükran lillahi Taala. Allaha təşəkkür eləməkdən ötürü oruç tutmaq günüdür. Yəni Qədirxumun bayram olmasını məsumlarımız bizə bildiriblər ki, gərək biz bu günü bayram edək. Niyə? Çünki vilayət elan olunub. Vilayətin əhəmiyyətindəndir. Yəni əgər bir insan hətta namaz qılsa, hətta oruç tutsa, bütün malından zəkat versə, xumus versə, hər il həccə getsə, amma vilayəti Əmirəl-Möminini, yəni Həzrəti Əlinin vilayətini qəbul eləməsə, onun əməlləri hamısı sual altındadır. Vilayətsiz ibadət bəhər verməz. Bəli, vilayət dinimizin sütunudur. Bəli, vilayət dinimizin sütunudur. Bəli, işarə elədiyi qoruyucusudur. Bəli, İmam Baqir rəziyallahu hədis var. Dinin 5 dənə sütunu var ki, imam bunları sayır. Biri də vilayətdir və bu hədisdə buyurulur ki, vilayət bunların ən əhəmiyyətlisidir. Və bütün bunları insan nəzərə alındı. Məlum olur ki, bu bayram nə qədər əhəmiyyətli və önəmli bayramdır. Əlbəttə ki, bu günün əhəmiyyəti ondan ibarətdir ki, yəni Quran ayəsi də buna işarə edir. Əl-yevmə əkmaltu lakum dinakum. Bu gün sizin dininiz kamil oldu. Yəni nə deməkdir? Vilayət dini kamil edir. Sonra buyurur ki, nemətlərin tamamlandığı bir gündür. Yəni bu günün əhəmiyyəti, bundan əhəmiyyəti nə ola bilər ki? Yəni açıq-aşkar Quran bizə deyir də, yəni açıq bunun çox belə bəhsə, çox get dəlillərə ehtiyac yoxdur ki. Yəni əhəmiyyəti bundan qaynaqlanır ki, din kamil oldu. Niyə? Çünki bu qanunları qoruyacaq, təfsir edəcək, tətbiq edəcək. Hətta nəsildən nəsilə ötürəcək ilahi rəhbər. İmam olmadan din natamamdır. Din təhrif olacaq, aradan gedəcək. Ona görə dinin kamil olunması həmin Qədirxum hadisəsi ilə bağlıdır. Qədirxum hadisəsi bir onu demək deyil ki, Peyğəmbər gəldi, məsələn Həzrət Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləm gəldi, özündən sonra Əli əleyhissalamı ümmətə canişin təyin etdi. Yəni tarixi hadisə idi, qurtardı. Yox. Baxın postda onların durduğu məsələn mövqe, Peyğəmbər ilahi bir imam idi, rəhbər idi. Düzdür? İlahi və imam rəhbər olduğu halda özündən sonra ilahi bir rəhbəri təyin edir ümmətə. Bu nə deməkdir? Bu deməkdir ki, bu silsiləvari rəhbərlik sisteminin başlanmasıdır. Və ona görə bu gün əhəmiyyətli və mühüm günlərdən hesab olunur. Bayram günü kimi. Bəli, bu gündə də bir məsələ var da. Yəni bu gündə əl-yevmə yəisəl-ləzinə kəfəru min dinikum. Həmin gün, yəni dinin kamil olduğu gün, nemətlərin tamamlandığı gün, yəni Qədirxum günü kafirlər naümid oldular.
kafirlər naümid oldu, yəni nə deməkdir? Məsələ bundan ibarətdir ki, biz baxmalıyıq ki, bu əl-yevm, yəni bu gün hansı hadisə baş verib ki, kafir məyus olub? Yəni kafir daha ümidini üzdü bu hadisədən sonra. Bəzilər gəlib deyirlər ki, ayənin əvvəlinə, sonuna baxmırsınız, müəyyən fiqh hökmlərdən danışılır. Biz deyirik ki, məgər kafir üçün fərqi var ki, hansı ət halal oldu, hansı ət haram oldu, ya murdar haram oldu, ya halal oldu və s. bu kimi mövzular, onların etiqadı yoxdur ki. Yəni kafiri məyus edən hansı hadisədir? Bu fiqhi göstərişlər ki, qeyd olunur ayədə, bunlar ola bilməz. Və yaxud da bəzilər deyirlər ki, bu məbəs hadisəsində nazil olub. Peyğəmbər ki, peyğəmbərliyə seçildi, kafirlər məyus oldu. Biz deyirik, yox, belə bir şey ola bilməz. Çünki peyğəmbər məbus olan zaman, peyğəmbərliyə seçilən zaman əksinə kafirlər mübarizəyə qalxdılar. Məyus olmadılar ki, 13 il Məkkə dövründə peyğəmbərlə mübarizə apardılar. Və həmçinin burada bir dənə cavabımız budur ki, ayənin ardınca Allah Mütəal bildirir ki, din sizin üçün kamil edildi. Məbəs hadisəsi zamanı, yəni peyğəmbərliyə seçilən zaman məgər o cəmaatın dini var idi ki, kamil olsun? Din hələ indi təbliğ olunmağa başlanacaq. Deməli, peyğəmbərin məbəs hadisəsi ilə bu ayənin rabitəsi ola bilməz. Həmçinin Məkkənin fəthi, həmçinin digər hadisələr. Çünki ondan sonra Məkkə fəthindən sonra da bəzi ayələr nazil olub ki, onlar dini kamil eləməkdə rol oynamışdılar. Deməli, bunların heç biri bu əl-yevmdə qəsd olunmur. Bu gün kafirlər məyus olublar, məhz Həzrət Əlinin canişin elan olunmasına görədir. Məhz Həzrət Əli canişin elan olunandan sonra kafirlər düşünürdülər ki, Peyğəmbər dünyasını dəyişəcək. Fikirlər getmişdi ki, tarixi sultanlar, xəlifələr bu cür oldular, dünyalarını dəyişiblər və onların ideologiyası özləri aradan gedib, Peyğəmbərdə də bu cür olacaq. Yox, gördülər ki, Peyğəmbər canişinini təyin elədi və qiyamətə qədər öz ideologiyasını yaşatdı. Bu ilə də kafirlər məyus oldular. Və bu hadisədən biz bunu başa düşürük ki, mövzu qədirxundur, nəinki digər məsələlər. Bəli. Xamizə müəllimin sözünə bir qüvvət ümumiyyətlə Peyğəmbərin dövründə bəzi insanlar gəlirdilər Peyğəmbərə deyirdilər ki, ya Rasulallah, ey Allahın Peyğəmbəri, bizim İslamı qəbul etməkdə şərtimiz budur ki, sən dünyayı dəyişəndən sonra bizi rəhbər təyin et. Neçə nəfərdə olub bu? Gəliblər Peyğəmbərə deyiblər ki, biz İslamı qəbul edirik, bir şərtlə ki, səndən sonra biz rəhbər olaq. Yəni, nə demək istəyirəm? Demək istəyirəm ki, bu ki, Allah da Quranda buyurur ki, kafirlər naümid oldular dinin kamil olmasından, Həzrət Əli əleyhissalamın qədr-xunda rəhbər seçilməsindən. Nəinki, məsələn, hətta yəhudilər, məsihlər, söhbət bu yəhudi və məsihlərdən getmir. Məsələ münafiqlər ki, var idi İslam dini daxilində zahirən İslamı qəbul etmişlər, amma qəlbləri Peyğəmbərə qarşı kinli idi və Peyğəmbərin dünyasını dəyişməsini gözləyirdilər ki, Peyğəmbər dünyasını dəyişdikdən sonra aləmə vursunlar bir-birinə. Ki, Quran da buna işarə edir ki, Münafiqun surəsi də var da, bizim Quranda münafiqlərin adına surə də var. Bəli. Və münafiqlərə də Allah toxunur ki, Peyğəmbərin onlar qəlbən iman gətirməzdir. Münafiqlə kafir ki, fərq edir. Münafiq zahirdə müsəlmandır. O müsəlmandırsa, biz onu tarix baxımından səhabə kimi qeyd eləmişik. Demiş ki, bu da səhabədir, o da səhabədir. Halbuki Quran buna deyir ki, o kəs ki, zahirdə düzdür, sizin tarix kitablarınızda səhabədir, Quranımızda münafiqdir. Və bu insanlar da məyus olmuşdular Həzrət Əli əleyhissalamın rəhbər seçilməsinə və buna görə deyir ki, İslam aləmində bu ixtilaflar ortaya düşdü. Niyə? Çünki Həzrət Əli əleyhissalama qarşı düşmənçilik və kinlər var idi və bu səbəb oldu ki, Həzrət Əli əleyhissalamın imaməti, rəhbərliyi gizlədilsin, arxa plana atılsın və öz nəfsi istəklərini daha da qabartsınlar tarix boyu və Həzrət Əli əleyhissalamın fəzilətini. Əlbəttə ki, oradakı Peyğəmbər əleyhissalamın vilayətin bəyan edir. Orada müxtəlif təfəkkürlü insanlar vardı. Bəziləri həqiqətən bunu ürəkdən qəbul edirdilər. Bəziləri, məsələn, dediyimiz kimi, yəni münafiqlər idi. Düzdür, zahirdən deyirlər Əli əleyhissalamı təbrik edirlər, amma batini iman gətirməmişdilər buna. Növbəti sualımız budur ki, Allah Mütəal Xamirzə müəllim verilişin əvvəlində də işarə elədi. Allah Mütəal Maidə surəsinin 67-ci ayəsində buyurur ki, ya əyyuhər rəsul bəlliğ mə unzilə iləykə min rabbik. Ey Peyğəmbər, sənə nazil olunanı çatdır.
Və innəm təfəl fəmə bəlləxtə risalətə. Əgər bunu etməsən, risaləti təbliğ etməmisən. Ardıca buyurur, vallahu yəsimuke minənnas. Allah sizləri, Allah səni peyğəmbər insanların şərrindən qoruyacaq. Amircə müəllim, burada sualım budur. Allah Mütəal buyurur ki, Allah səni insanların şərrindən qoruyacaq. O insanlar kimləridir? Ümumiyyətlə Peyğəmbər sallallahu əleyhi 4 növ təhlükə biz nəzərdə tuta bilərik. Bir iqtisadi blokada, ikincisi psixoloji hücumlar, üçüncüsü siyasi inziva, dördüncüsü isə məcburi müharibələr. Bəli. Bu təhlükələrin hamısı Peyğəmbər sallallahu məbus olduğu ilkin dönəmlərə aiddir. Yəni Peyğəmbər sallallahu həm iqtisadi blokada ilə üzləşmişdi, həm siyasi inziva ilə üzləşmişdi, həm onu məsxərə edirdilər, psixoloji hücumlar var idi, həm də müharibələr. Bəli. Amma Qədirxum hadisəsi zamanında bunların heç biri yox idi. Əksinə Peyğəmbər sallallahu qüdrətə çatmışdı. Peyğəmbər sallallahu qüdrətli bir İslam dövləti qurmuşdu və düşmənləri də hamısı zəiflədilmişdi, məğlub edilmişdi, tərk islah edilmişdi. Belə bir məqamda biz nə kafirləri düşünə bilərik, nə o yəhudilər, əhli kitab ki, Peyğəmbərə ilkin dönəmlərdə çox əziyyətlər elədilər, müharibələr və s. Bunların heç birini biz burada nəzərə ala bilmirik. Yalnız və yalnız nəzərə çarpan dəstə həmin o münafiqlərdir ki, Həzrət Əli əleyhissalamın canişinlik məsələsini eşidib Peyğəmbər üçün təhlükə yarada bilərdilər. Qorxu bunda idi. Və onların o nifaq közləri ki, torpaq altında qalmışdı, o közlər alovlana bilərdi. Məkkənin bəzi müşrikləri ilə, o yəhudilərlə əl-ələ verib bu işin qarşısını ala bilərdilər. Təhlükə bunda idi. Bir dənə qeyd eləmək istədiyim məqam bundan ibarətdir ki, bəzi qorxular şəxsi deyil. Məsələn, burada bəziləri də Peyğəmbər canına görə qorxurdu. Yox, burada Leylətül Məbit deyir ki, o Peyğəmbərin yerində ki, Həzrət Əli əleyhissalam yatmışdı hicrət vaxtında, o deyir ki, Peyğəmbərin şəxsindən söhbət getsin. Hətta o dövrlərdə, ondan qabaqki dövrlərdə, Peyğəmbər sallallahu tək olan dövrlərdə, az adamla olan dövrlərdə bu ayələr nazil olmamışdı. Əksinə Peyğəmbərə Allah Taala tərəfindən buyurulurdu ki, müharibə eləsin, vuruşsun o dəstələrlə. Deməli, məsələ odur. Məsələ budur ki, qorxu budur ki, birdən Peyğəmbər sallallahu bu missiyası yarımçıq qalar. Bunun bənzəri var. Həzrət Musa Fironla o mübahiləyə çıxanda, müzakirəyə çıxanda, o bir növ debata çıxanda Fironun o sehirbazları sehr edirlər. Həzrət Musa onların sehrindən qorxur. Ayə var da bu cür. Əli əleyhissalam buyurur ki, Həzrət Musanın qorxusu şəxsi deyildi. Həzrət Musa buna görə qorxurdu ki, birdən o sehirbazların sehri Həzrət Musanın möcüzəsinə qalib gələr və nahaq olan, batil olan cəbhə, haqq olan cəbhəyə qalib gələr və nəhayətdə o missiya yarımçıq qalar. Qorxu bundandır. Yəni burada da qorxu şəxsi deyildi. Qorxu bundan idi ki, bu münafiqlər hazırdılar o müxtəlif hilələri, bəhanə axtarırlar ki, o hilələri işə salsınlar, Peyğəmbərin missiyasını həyata keçməsinin qarşısını alsınlar və Allaha sonsuz şükürlər olsun ki, Allah istədiyini tamamladı və bu günə qədər də o haqq olan missiya bizə gəlib çatıb da qiyamətə qədər. Qəşəng nöqtə, çox gözəl nöqtəyə işarə elədiniz. Burada bir məsələ də bizim üçün aydın olmalıdır. Yaxşı, orada olanlar, Əlicə müəllim, niyə Əli əleyhissalamın imamətinə qarşı idilər? Nəfsi istək, rəhbərlik arzusu. Ən zərərli insanlar o kəslərdir ki, Peyğəmbərin yanında olalar, amma nəfslərini islah edə bilməyərlər. Necə ki, şeytan mələklərin yanında idi, Allaha yaxın idi. Bəli. O yerdə özünü islah edə bilmədi deyənə, elə bir məqama, elə bir posta tənəzzül etdi ki, qiyamətə qədər Allahın lənəti onun üzərinə oldu və bütün insanların da düşmənidir və bütün insanları da cəhənnəmə doğru çağıran bir nida verəndir, bir çağrıcıdır. Yəni bir insan mümkündür bir dağda yaşaya, heç vaxt Peyğəmbər görməyə, bunun nəfsini islah etməməsi, öz üzərində işləməməsi, elə də bunun xəbis və cəhənnəmin lap dibinə gedəcək bir insan olmasına səbəb olmaz. Amma Peyğəmbərin yanında olasan
və bununla belə sən özünü islah etməyəsən, nəfsi istəklərin yenə də tüğyan edə, belə bir insan hətta cəhənnəmin kötüyü olmaq həddinə qədər belə peyğəmbərin yanında olma məsumiyyəti dəvət məsumiyyəti dələt eləmir. O ki, Bəli. məsələn, biz müsəlmanların arasında bəziləri var, deyirlər ki, səhabələr hamısı ulduz kimidir, hər kim hansının arxasınca getsə hidayət olacaq. Özləri deyirlər, həmin o kəslərin öz alimləri deyirlər ki, bu səhabələr bir-birlərini öldürüblər. İndi biz hansını öldürənin dalınca gedək, yoxsa ölənin dalınca gedək? Gedək öldürək kimisə, yoxsa öldürülək? Hansının dalınca getmək lazımdır? O baxımdan, yəni belə deyək ki, səhabədirsə bu məsumdur. Yox, səhabələrin içində münafiq də var idi, Quranda dedik. Eyni zamanda mömin müsəlman da var, müsəlmanların da arasında, hətta münafiq olmayan müsəlmanların, müsəlman səhabələrin də arasında nəfsini islah etməyənlər də var idi ki, onlar istəyirdilər, hər biri istəyirdi ki, mən rəhbər olum. Peyğəmbər gedib, mən rəhbər olum, mən rəhbərliyə layiqəm. Sonra Həzrət Əli əleyhissalam o qədər sadə idi ki, insanların arasında elə onlar kimi gəzib dolanırdı. Halbuki Allah məqamında daha uca idi və Allah məqamında daha parlaq idi. Ona görə də Allah tanıyır kimi rəhbər seçmək lazımdır. Rəhbəri insanlar təyin edə bilməz. Necə ki, o vaxtı Yahudilərin vaxt zamanında ki, bir zalim padşahlara zülm eləyirdi. Gəldilər Eşmiyal peyğəmbərin yanına. Dedilər ki, bizə zülm olunur da, bizə bir rəhbər təyin elə. Eşmiyal peyğəmbər bunlara bir dənə çobanı təyin elədi. O Talutu təyin elədi bunlara rəhbər kimi. Onların bəziləri dedi ki, bu kim deyə bizə təyin edirsən? Mənim pulum, param, milyonça adamam kasıb çobanı mənə rəhbər təyin edirsən. Yəni Allahın üslubu rəhbər təyinində kiminsə böyük, balaca və yaxud da gözəl, çirkin və yaxud da imkanlı olmasında deyil. Allah qatında Allahın öz meyarları var. Allahdan başqa da heç kim onu təyin edə bilməz. Ona görə də bizim etiqadımız budur ki, rəhbəri, imamı Allah təyin etməlidir və yaxud da Allahın təyin etdiyi təyin etməlidir. Yəni Əli əleyhissalama imamətliyinə qarşı, yəni buyurdunuz buydu ki, imamətinə qarşı idilər. Allah Taala onları peyğəmbərə dedi ki, onların şərrindən səni qoruyacaq. Burada bir növ nəfsi istəklər var. Nəfsi istəklər. Amma mən bir şeyə də işarə edim. Əlbəttə burada neçə cür istəklər vardı. Həm nəfsi var idi, həm də Əmir əl-Mömin Əli əleyhissalama qarşı kin var. Bəli, o da var idi. Bunlar da səbəb oldu Əleyhissalam vilayətindən qarşı olsunlar. Həm də bunu yadda saxlayaq. Münafiq olsun, kafir olsun, bunların ustadı kimdir? Şeytandır. Şeytan vilayətə qarşı idi. Bəli. Əslən söhbət vilayətdən Adam peyğəmbərin vilayətini qəbul etmədi deyənə cənnətdən qəbul. Bəli, onların da özünün müridi var. Həmin vilayətin silsiləsidir. Həzrət Əli əleyhissalama qədər gəlib çatıb. Növbətdə sualımız da budur ki, bəziləri deyir, artıq ki biz Qədirxum məsələsi haqqında söhbət elədik. Bu məsələnin nə qədər əhəmiyyətli olması barəsində danışdıq. Bəziləri deyirlər ki, bu məsələ artıq tarixdə qalıb. Bir tarixi hadisə idi, baş verdi, Hicrətin 10-cu ildə qurtardı. Bu barədə danışmaq ümmət və müsəlmanlar arasında ixtilafa səbəb olur. Yəni sizcə bu doğrudur? Bu mövzu haqqında danışmaq İslamda müsəlmanların birliyini pozur. Açığı müsəlmanlar arasında, müsəlmanlar içərisində demək olar hamıdan çox vəhdətə çağırış edən şiələrdir. Şiələrin vəhdət həftəsi var. Təyin ediblər. Bu tək nəzəridir. Əməli baxımdan da belədir. Məsələn, şiələr deyirlər ki, Əhlüsünnə bizim qardaşımızdır. Hətta üləma, alimlər, müştəhidlər, böyüklər deyirlər ki, Əhlüsünnə bizim canımızdır. Bu həddə bizim çağırışımız var müsəlmanlara, Əhlüsünnəyə. Və bunu əməli surətdə də göstəririk. Xüsusən indiki dövrdə Qəzzə hadisəsi bir dənə güzgüdür. Bu məsələnin güzgüsüdür. Qəzzə əhalisi kimlərdir? Əhlüsünnə. Qəzzanı müdafiə edənlər kimlərdir? Şiələr. İstər İrandan olsun, istər Yəməndən olsun, istər Livandan olsun, İraqdan olsun, müqavimət qüvvələri və s. Qəzzanın himayəsində duran kimlərdir? Şiələr. Bu yolda Hacı Qasım Süleymanilər, Seyyid Həsən Nəsrullah kimi böyük şəxsiyyətləri fəda eləyən kimlərdir? Şiələr. Yəni bu yolda Əhlüsünnə qardaşlarının yolunda, İslam yolunda, Allah yolunda şiələr böyük generallardan tutmuş əskərlərinə qədər şəhid veriblər və verməkdədirlər günü bu gündə. Yəni demək istəyirəm ki, biz vəhdət mövzusuna həm dildə çağırış edirik, həm əməldə göstəririk. İkincisi məsələ budur ki, dedik Qədirxum hadisəsi elə bir hadisədir ki, onu həm Əhlüsünnə nəql edir, həm şiələr. Təvatür həddində. Yəni həddindən ziyadə bunun rabisi var.
Yəni bu hadisənin özündə bir ixtilaf yoxdur. Bu hadisənin özünü hamı nəql eləyir. Bu hadisə ixtilaf səbəbi deyil. Bu ikinci məsələ. Üçüncü məsələ də budur ki, ixtilaf hardadır? Bu hadisənin təfsirində, izahında müəyyən fərqliliklər oradan yaranır. Əgər biz müəyyən fərqlilikləri, ixtilafları təfsirdə, izahda götürsək, onda İslamın bir çox hökmlərini gərək kənara qoyaq. Bir çox ayələrimiz var, hədislərimiz var. Hətta Əhlüsünnənin özündə belə bir çox hədislərə, ayələrə yanaşmalar birmənalıdır. Müxtəlif təfsirlər verirlər, müxtəlif izahlar verirlər. Deməli, müxtəlif izahların olmağı, müxtəlif təfsirlərin olmağı labüd və zəruridir. Bu ixtilaf səbəbidir. Mən bir məsələyə işarə edeyim. Bəli, hətta Qədirxum Allah tərəfindən gələn bir haqdır da. Çünki Peyğəmbərin vəzifə bilir Qədirxumu çatdır insanlara. Əleyhisselam vilayəti ilə Qədirxumu. Bu haqdırsa, haqq ixtilafa səbəb olmaz ki. Əl-haqqu min rabbikum. Haqq ixtilafa səbəb olmaz. Rəbb tərəfindən olan haqq. Bəlkə haqq insanlara seçim haqqı verməkdir. Yəni buyurur ki, ayə Əl-haqqu min rabbikum fəmən şəə fəlyu'min. Hər kəs istəyir, haqq Rəbbiniz tərəfindəndir. Hər kəs istəyir ona iman gətirər. Və mən şəə fəliyəkfur. Hər kəs istəyir onu inkar eləyə. İndi bir haqq varımızdır, üçüncü yol yoxdur ki, bir də batil varımızdır. Haqqı qəbul etmirəm, batildir. Haqqla batil arasında həmişə ixtilaf olur. Bu normaldır, Yəni biz təbiidir. haqqı gizlətməli deyirik ki, orada ixtilaf yaranacaq, yaranmayacaq. Çox gözəl, bəli, çox gözəl. Ümumiyyətlə elmi cəhətdən olan ixtilaflara heç kim fitnə adını qoymuyor. Biz görürük bu günləri dünyada da elmi cəhətdən ixtilaflar var. Hətta təcrübə elmlərdə belə ixtilaflar var da. Bəzi məsələn dünənə qədər məsələn kimya alimləri ya fizik alimləri hansısa nəzəriyyə qəbul etmişlərsə bu günləri onu inkar edirlər. İndi bu o deməkdir ki, biz duraq deyək ki, siz elmi niyə mübahisə edirsiniz, niyə ixtilaf salırsınız? İxtilaf o yerdədir ki, insanlar bir-birlərinə qarşı əməli olaraq nifrətə sövqlənsinlər. Nifrətə tərəf çağırılsınlar. Biz elmi olaraq haqqı siz buyurduğunuz kimi ortaya qoyuruq, haqqı insanlara təqdim edirik və hər kim haqqı qəbul edər. Etməz də ki, özü bilər, Allahı bilər. Biz heç kimi nə söyürük, nə təhqir edirik, nə kimin nəsə rabitəmizi kəsmirik, ticarət əlaqəmizi kəsmirik, dostluğumuzu, qonşuluğumuzu, qardaşlığımızı hamısı öz yerindədir. Sadəcə olaraq müzakirə məqamında biz haqqı deməliyik, Qədirxum məsələsinə toxunmaq. Bəli, Qədirxum həm də bir belə deyək də bir ilahi mədəniyyətdir, belə deyək. Qədirxum bir məktəbdir, bir mədəniyyətdir. İndi bir deyək ki, Qədirxum məsələsi ixtilafa səbəb olur, bu məsələni açmayaq. Biz deyirik ki, Qədirxumda din kamil oldu. Necə yəni bu məsələni açmayaq? Necə yəni bunu bəyan eləməyək? Üstəlik, üzr istəyirəm, Əllamə Əminin yaxşı bir sözü var. Buyurur ki, Əl-Qədir əsərində də. Buyurur ki, Qədir hadisəsi müsəlman cərgələrini birləşdirən amildir. Bilirsiniz niyə görə? Çünki Qədirxum insanları, müsəlmanları dialoqa dəvət edir. Elmi müzakirəyə dəvət edir. Əgər müzakirə, dialoq elmi müstəvidə qarşılıqlı ehtiram qorunaraq təşkil olunarsa, bu əksinə müsəlmanların bir-birinə yaxınlaşmasına səbəb olur. Müsəlmanlar başa düşürlər ki, şiələr nə deyirlər burada? Və yaxud da Əhlüsünnənin mövqeyi harda səhvdir? Bunlar nəyin nəticəsində düzələ bilər? Dialoqların, müzakirələrin, bu mövzuların açılmasının nəticəsində. Hətta mən biraz qabağa gedim. Əgər Qədirxum məsələsi belə deyək də hamı tərəfindən qəbul olunsaydı, belə deyək, heç indiyə qədər ümmət arasında ixtilaf olmazdı. Bəziləri Qədirxum məsələsini qəbul etmədilər. Getdilər bir şura gördü, şura təşkil elədilər. İxtilaf elə oradan yarandı. Əgər Qədirxumda hamısı birləşsəydi, Qədirxum qəbul olunsaydı, indi müsəlmanlar arasında ixtilaf olmazdı. Mən bir məsələyə də işarə edeyim. Niyə deyirəm Qədirxum məsələsini biz açmalıyıq, deməliyik? Çünki Qədirxum bir vilayət məktəbi. Dedi ki, Qədirxum mədəniyyətdir, məktəbdir. Məktəbi, ilahi mədəniyyəti, ilahi dəyərləri qorumaq hamımızın vəzifəsidir. Onun üçün gərək Qədirxum bəyan edilsin, Qədirxum insanlara çatdırılsın. Hətta mən Azərbaycan xalqından xahiş edirəm, Qədirxum bayramını möhtəşəm şəkildə keçirilməlidir. Çünki ilahi şüardır. İlahi şüarlarda biz yaşatmalıyıq. Hansı dəlillərə görə? Bir vilayət məktəbidir Qədirxum. Vilayət məktəbidir niyə? Əli əleyhissalam canişin təyin olundu. Əli əleyhissalam vilayətin simvoludur.
Yəni vilayət yaşadı peyğəmbərdən sonra. Vilayət sistemi bayaqlar işarə elədi oldu. Və bundan da əlavə Əli əleyhissalam nə səsin çoxluğuna görə vəli təyin oldu peyğəmbərdən sonra, nə də qəbilə əlaqələrinə görə. Əli əleyhissalam təqvasının, elminin, şücaətinin, fəzilətlərinin hesabına Allah onu peyğəmbərdən sonra ümmətə rəhbər təyin elədi. Bu da onu göstərir ki, hər bir şeydə ilahi dəyərlər niyə üstündür? İlahi dəyərləri üstün eləyən bu xüsusiyyətlərdir. Nəinki hansı bir qəbilədən olmağı, nəinki hansı bir millətdən olmağı. Səni hansısa bir millətdən olmağın səni digər şəxslərdən üstün eləyə bilməz. Sənin ilahi dəyərlərin səni digər şəxslərdən üstün eləyir, təqvanı üstün eləyir. Qədirxum bizə bu mesaj verir. Əvvəldə dedik ki, biz Qədirxumun bizə hansı mesajları verməsi barəsində müzakirə edəcəyik. Qədirxum bizə bu mesajı verir. İlahi dəyərlər mesajı verir. Ədalət, Əli əleyhissalam ədalətli idi. 4 il neçə ay hakimiyyətdə oldu. Bunu bütün tarix gördü. Əleyhissalam ədalətli şəxsidir. Yəni bunlar bizə göstərir ki, Qədirxum ilahi dəyərləri insanlara çatdırır. İlahi dəyərlər mədəniyyətidir. Və bu ümmətə çatdırılmamalıdır. Əlbəttə çatdırılmalıdır. Bəli. Ümumiyyətlə bu günləri müsəlmanlara bu irad olunur. Bəzi ziyalılar tərəfindən deyirlər ki, nə bilim, işığı Məsihlər icad edir. Falan texnologiyanı falan Məsihi icad edir. Nə bilim, dünyada müasir texnologiyalar müsəlmanlar tərəfindən yox, qeyri-müsəlmanlar tərəfindən icad olunur. Qədirxum bu zəifliyin Qədirxumla birbaşa əlaqəsi var. Yəni ümumiyyətlə dünya həyatında, hökumətlərdə, siyasi arenalarda bu cürdür ki, bir rəhbər ləyaqətli olmayanda, xalqını düşünməyəndə, xalqının inkişafını düşünməyəndə, yalnız öz mənfəətləri üçün gecə-gündüz çalışanda, xalq elmi cəhətdən, iqtisadi cəhətdən inkişafdan qalır. Mümkündür bir nəfər müsəlman belə olmasa, amma xalqına can yandırsa və xalqının dərdini çəkib, onlar üçün şərait yaratsa, o xalq inkişaf edir. Biz baxırıq ki, müsəlmanların tarixində, İslam tarixində əksər rəhbərlər yalnız öz şəxsi xəzinələrini doldurmaqla məşğul olublar və müsəlmanların inkişafı barəsində düşünməyiblər, layiqli rəhbər seçilməyib deyə. Ona görə də müsəlmanlar düşüblər dünya işlərinin arxasınca və öz xalqlarını boş buraxıblar, inkişafdan saxlayıblar. Ona görə də Məsihlər, qeyri-müsəlmanlar gəliblər, bəzilərini bizdən oğrayıblar, bəzilərini özləri kəşf ediblər və dünya məsələlərində müsəlmanlardan daha çox irəli gedib və inkişaf ediblər. Həzrət Əli İslamın bir sözü var, buyurur ki, əgər mənə icazə versəydiniz, mənə şərait yaratsaydınız, mən bu sudan evlərimizə nur çəkərdim. Biz gördük ki, bu günləri dünyada su elektrik stansiyaları var. Suların hərəkəti ilə cəryan alırlar və ondan işıq yaranır və evlər nurlanır. Həzrət Əli İslam neçə il bundan qabaq, 1400 il bundan qabaq bu sözü deyib, mən sudan evlərinizə nur çəkərəm. Yəni, əgər Həzrət Əli İslama haqqını qəsb eləməsəydilər və rəhbər təyin olunsaydı, sona qədər rəhbərliyində olsaydı, insanları düzgün idarə edərdi və müsəlmanlar inkişaf edərdilər və bu günləri bu cür zəif qalmazdılar. Əlbəttə ki, imamdır da, yəni zahiri gəldilər onun hakimiyyəti nədən. Amma bunu da deyim ki, bununla belə yenə də Əhl-i Beyt maarifi təsir qoyub İslam tarixində biz görürük ki, Birunilər və İbn Sinalar və digərləri elmi kəşflər də ediblər. Müraciət edə bilərlər həmin ziyalılar. Bəli, bura qədər Qədirxumun əhəmiyyəti və Qədirxum bizə hansı mesajları verdi, bəhs elədi. Amma bir mühüm məsələ var. Yəni, Azərbaycan tarixində bəs necə Qədirxum və Əli vilayəti necə bir təsir qoyur? Azərbaycan tarixində Qədirxum hadisəsinin, ümumiyyətlə Əli vilayətinin misilsiz təsiri var. Bilirik ki, Azərbaycan Respublikası özünü Səfəvi dövlətinin varisi bilir. Bu mühüm bir nöqtədir.
Və həmçinin Azərbaycanda Şah İsmayıl adına Ali Hərbi Orden var ki, hələ indiyənə qədər heç kimə təqdim edilməyib. Bütün bunlar Azərbaycan və Səfəvi bağlılığından xəbər verir. Bu bir dənə tarixi reallıqdır. Həm Azərbaycan, həm İran bunlar Səfəvi dövlətinin bugünkü yadigarlarıdır, varisləridir. Və Səfəvi dövləti kimdir? Səfəvilər 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən dövlət olaraq elan olunan tarixi möhtəşəm bir dövlətdir, imperiyadır. Şah İsmayıl Xətai bizim dövlətçilik ənənəmizin banislərindəndir. Elə bir dövlətçilikdən söhbət gedir ki, tarixdə möhtəşəm dövlətlər siyahısındadır, imperiyalar siyahısındadır. Şah İsmayıl hansı ideologiya əsasında dövlət qurub? Bu mühümdür. Buradan gəlirik biz Qədirxuma, Həzrəti Əli vilayətinə, Əhl-i Beyt məhəbbətinə. Şah İsmayıl Əlvənd Mirzəyə bir məktub yazır. Məktubda buyurur ki, mənim səltənət və padşahlıq iddiam yoxdur. İstəyirəm ki, Həzrəti Məsumun əzdadlarının dinini yayım. Və nə qədər ki, bədənimdə can vardır, Allah və onun Rəsulu və müqəddəs din yolunda qılınc çalacam. Yəni, Şah İsmayıl Xətai dövləti qurmaqdakı məqsədini elan edir. Bildirir ki, mənim məqsədim Allahın dininə xidmət eləməkdir. Məsumların ideologiyasını yaşatmaqdır. Mənim məqsədim Peyğəmbər və Ali Peyğəmbərin, Əhl-i Beytin, yəni Həzrəti Əlinin yolunda xidmət eləmək, bu məktəbi yaymaq, bunu təbliğ eləmək. Bilirik ki, Şah İsmayıl Xətai Əhl-i Beyt adı ilə məşhurdur. Özünün nə qədər bu barədə əsərləri var. Bir dənə şeirində belə yazır ki, yəqin bil ki, Xudaidir Xətai, Muhammed Müstəfaidir Xətai. Səfi nəsli Cüneydi Heydər oğlu Əliyyəl Mürtəzaidir Xətai. Xətaini Əli övladı tanıyıblar. Ümumiyyətlə qızılbaşlar bu cür tanınıblar da. Çox təəssüflü olsun ki, bizim dərsliklərdə, kitablarda bu gətirilmir. Əfsuslar olsun, nəinki gətirilmir, tarix təhrif olunur. Lazım nöqtələr də götürülür. Şah İsmayılın qurduğu dövlətdə yeganə rəsmi qanun kitabı, Əllamə Hillinin Qəvaidül Əhkam kitabı təsis olunmuşdu da. Yəni bütün bunlar göstərir ki, Şah İsmayıl özünün qurduğu o dövlətdə Şiə məktəbinə əsasən dövlət qurmuşdu və bu ideologiyanı yaymaqla məşğul idi. Məsələ burasındadır ki, biz xüsusən son zamanlarda və yaxud da tarix boyu məhz Səfəvilərə qarşı təhqirləri eşidirik. Məhz Səfəvilərə qarşı, Şah İsmayıla qarşı olmazın iftiraları eşidirik. Azərbaycan xalqı həqiqətdən sanki uzaqlaşdırılır. Təhriflərlə qarşılaşır. Milli kimliyimiz dəyişdirilir belə deyək. Şah İsmayıl Xətai, Səfəvilər bizim milli kimliyimizin, dini kimliyimizin əsas nümunələrindəndir. Şah İsmayıl Xətaiyə bugün Səfəvilərin əsas rəqiblərindən olan Osmanlı imperiyasının varisi olan Türkiyə Cümhuriyyəti tərəfindən bir çox hücumların olduğunu müşahidə edirik. Rəhbər səviyyəsində olan şəxslər tərəfindən xüsusən. Və təəssüflər olsun ki, bu hücumlar bizim tərəfindən, yəni Azərbaycan Respublikası tərəfindən, xüsusən də rəsmi şəxslər tərəfindən qarşılanmır. Onların cavabları verilmir. Bizim sözümüz budur. Niyə cavabları verilmir? Bu yandan deyirik Türk qardaşımızdır, bu yandan da olmazın təhqirlərinə Şah İsmayılı neçə ildən bir yad edirlər. Bütün bunlar paradoksdur. Üstəlik biz baxıb görürük ki, Osmanlı varisi olan Türkiyə Cümhuriyyəti öz babalarına kifayət qədər dəyər verir. Filmlər çəkirlər, seriallar çəkirlər, bəzən görürsən ki, yalanlar qoşurlar, həqiqəti gizlədirlər. Amma biz nə edirik? Bizim nöqsanlarımızdan da biri budur. Rəsmi səviyyədə bizim Səfəvilər barədə nəyimiz var? Nə bir normal filmimiz var, nə normal serialımız var. Gələcək nəslə ötürəcək nə qədər materialımız var. Üstəlik ölkədə olan Vahabilər də başlayırlar Səfəvilərə qarşı bəzi fikirlər söyləməyə. Halbuki bizim Şah babamız Osmanlı sultanlarından qat-qat üstün adamdır. İstər mənəvi cəhətdən, istər fiziki cəhətdən, istər bir şəxsiyyət olaraq. Baxın Sultan Səlimlə Şah İsmayılın məktublaşmasına. Sultan Səlim Şah İsmayıla təhqirlər yazır. Şah İsmayıl onu ədəblə qarşılayır. Bunları niyə deyirəm? Bu günləri o Osmanlı balaları adlandırırlar özlərini. Fazil Mustafa kimlər və s. Onlar getsinlər Şah İsmayıl'la Sultan Səlimin məktublaşmasını oxusunlar. Görsünlər Şah babamız necə nəcib şəkildə
Necə? Təkbətək döyüşə dəvət edir Bəli, Sultan Səlim. burası da bir dənə tarixi nöqtədir. Əmir-əl-Möminindən ilham alır. Bəli, ona görə dedim ki, şəxsiyyət baxımından, fiziki cəhətdən Şah İsmayıl çox üstündür bunlardan. Şah İsmayıl bəli Sultan Səlimi meydana dəvət edir ki, təkbətək döyüşə. Özü gəlmir. Biz Əmir-əl-Möminin Bəli. Muaviyyəni dəvət Bəli, özü gəlmir, Gəlmədi. əvəzində Bəli. Osmanlının ən böyük sərkərdəsini göndərir Malkaçoğlunu. Şah İsmayıl Malkaçoğluya elə bir zərbə endirir ki, hətta döyüşdən öncə Şah İsmayıl ona deyir ki, mən icazə verirəm, birinci sən hücum edəsən. Bu qədər, yəni pəhləvandır. Bəli. Bununla belə Malkaçoğluya bir zərbə endirir. Başını Şücaətin nişanəsi. Bəli, başından bir zərbə endirir, onunla da Malkaçoğlunu məğlub edir. Yəni Şah İsmayıla hansısa bu gün Türkiyə Cümhuriyyətinə olan bir insan təhqir mövqeyi qoysa ortalığa, biz bunlarla onun üzərinə hücuma keçməliyik. Üstəlik, əgər bizim üzərimizə çaldıran döyüşü ilə gələcəklərsə, biz onların üzərinə Sufyan döyüşü ilə gələcəyik. Səfəvilərlə Osmanlılar arasında baş vermiş Sufyan döyüşündə həmən Osmanlı paşaları idi ki, Şah Abbasın qabağından qaçdılar. Səfəvi şahının qabağından qaçdılar. Ta Diyarbəkirə qədər, Vana qədər qaçdılar. Hətta o Osmanlı paşası bu məğlubiyyəti həzm edə bilmir, intihar edir. Bunlar tarixin səhifələridir. Biz heç vaxt icazə verməliyik ki, bu gün o Osmanlı varisi olanlar Səfəvilərə rahat şəkildə hücum eləsinlər. Səfəvilərin şanlı tarixi var. Hətta bir dənə məsələ də bundan ibarətdir ki, bugünkü o Vahabilər ki, deyir, biz Osmanlı balalarıyıq. Tarixə nəzər salanda görürük ki, bir zamanlar bu Əbdülvahab ki, bu Vahabilərin böyüdü, bu Əbdülvahabın özü Osmanlılara qarşı idi. Osmanlılarla düşmən idi. Bunlar nə Osmanlı balalarına uyğun gəlirlər, nə Səfəvilərlə. Xülasə məsələ budur ki, heç 500 il o tərəfə yox, heç 100 il o tərəfə yox. 50 il o tərəfə biz baxanda görürük ki, bu Vahabilərin, bu Sələfilərin bir normal şəxsiyyəti yoxdur ki, Azərbaycan tarixində iz qoymuş olsun. Gəlib bu günləri Azərbaycan tarixinin görkəmli siması olan Şah İsmayılı təhqir edir. Şah İsmayıl bizim bir dəyərimizdir, xüsusən də milli kimlik baxımından. Onu da qeyd elədik ki, Şah İsmayıl ki, Həzrəti Əli vilayətinin yayılmasında, inkişafında misilsiz rol oynayıb. Bu dövlətin bizim milli irsimizdə müstəsna rolu var. Xamirzə müəllimin sözünə qüvvət olaraq bunu da qeyd edeyim ki, Şah İsmayıl Xətainin şəxsiyyəti təhqir olunur. Mən deyirəm ki, əslində bunlar Şiəliyin şəxsiyyətini, Şiəliyin çöhrəsini təhqir etmək istəyirlər. Və Şiəliyi cəmiyyətə Səfəvilərdən gələn bir məzhəb kimi çatdırmağa çalışırlar. Və bununla gedib bu Şiə məzhəbinin mənbəsini, mənbəyini, kökünü, özəyini vurmağa çalışırlar ki, Şiəli yaradan getsin. Yəni problemin kökü oradadır. Problemin kökü Şiəli ilə. Mübarizə Şiəli ilə. Bəli, tarix boyunda biz görmüşük Osmanlılar Şiələrlə düşmənçilikdə olublar. Və indinin özündə də, yəni biz görürük ki, məntəqədə Şiələr sıxışdırılır, Şiə məzhəbi sıxışdırılır və Şiəlik xurafat dini olaraq cəmiyyətə təqdim olunmağa çalışır. Dəyərli şəxsiyyətlərini əl uzadırlar. Və bir dənə də burada bir bağlılıq yaradıblar ki, Azərbaycanda Şiəlik Səfəvilər dövründən başlayıb, Şah İsmayıl Xətainin qılıncı hesabına Şiəlik Azərbaycanda yayılıb. Və buna görə də Şah İsmayıl Xətai özü belə adam olub, pis adam olub və Şiəlik də elə onun yaydığı bir məzhəbdir ki, aradan getməlidir və cəmiyyətimizə yad bir dənə ünsürdür, Şiə məzhəbi, yad bir dənə məzhəbdir və ünsürdür. Bununla çalışırlar insanların zehnini düşünürlər. Bir məsələni də qeyd eləmək istəyirəm. Bunlar elə zənn edirlər və yaxud da belə deyək, insanlara belə yeridirlər ki, Azərbaycanda şiəçilik Şah İsmayıl Xətainin dövründən, yəni Səfəvilərin dövründən, yəni 1501-ci ildən bu tərəfə Azərbaycanda şiəlik yayılmağa başlayıb. Halbuki bu belə deyil. Mən elə məhz sünni mənbələrinə istinad edərək bəzi məsələlərə toxunmaq istəyirəm. Ümumiyyətlə, biz bilirik ki, Peyğəmbərdən sonra fəthlər başladı. Başqa ölkələrə hücumlar və fəthlər başladı. Və Azərbaycana da müsəlmanlar tərəfindən hücum olundu və döyüş oldu müsəlmanlarla Azərbaycanlılar arasında və Azərbaycan fəth olundu. Belazori öz Fəthul Buldan kitabında bu fatihlərdən birinin adını çəkir. Deyir, fatihlərdən biri Huzeyfə İbn Yəman idi. Huzeyfə İbn Yəmani
biz əgər Şiə kitablarına, Şeyx Səduqun hədis kitablarına nəzər yetirsək görərik ki, Huzeyfə ibn Yəmani özü Şiə olub. Həzrət Əli əleyhissalamın və Şiələrin fəziləti barəsində hədislər nəql edir. Peyğəmbərin xalis səhabələrindən olub. Hətta bəzi mənbələr bunu qeyd edirlər. Deyirlər Huzeyfə ibn Yəmani Həzrət xanım Zəhra sallallahu əleyhanın məxfi dəfnində iştirak edən 7 nəfərdən biridir. Belə olduqda bir nəfər ki, Həzrət Əliyə yaxın adam olub və Həzrət Əli məhəbbəti qəlbində olan bir adam olub, Şiə olub, Həzrət Əli tərəfdarı olub, belə bir insanın gəlib Azərbaycanı İslamın əvvəllərindən, yəni mən danışıram sizə hicrətin təqribən 20 neçənci illərindən, yəni əvvəllərindən danışıram. Bəli. Yəni hələ 1-ci əsrdən danışıram. Bu dövrdə nəinki 500 neçənci, nəinki 1500 neçənci ildən ki, deyirlər məsələn son Səfəvilərin dövründə. İslamın lap əvvəllərindən 1400 il bundan qabaq Şiə birinin gəlib Azərbaycanı fəth etməsi və insanlarla belə bir insanın rabitə qurub və belə bir insan vasitəsilə insanlara İslamın çatdırılması nə deməkdir? O deməkdir ki, elə o zamandan Azərbaycanda Şiə etiqadı təbliğ olunub. Şiə ruhiyyəsi Azərbaycanda təbliğ olunub. İslam gəldiyi zamandan etibarən Şiəli də Azərbaycana gəlib və ayaq açıb. Mən Şiəli gəldiyi zamandan, İslam gəldiyi zamandan Şiəli də gəlib ayaq açıb deyəndə belə başa düşülməsin ki, Şiəli ayrı bir şeydir, İslam ayrı bir şeydir. Sadəcə olaraq bəzi terminoloji, yəni insanlar arasında termin olaraq fərqli, belə deyim, mənə anlayış baxımından fərqliliyi var, amma eynidir. Eynidir. Şiəli İslamın özüdür. Peyğəmbərin sünnəsidir. Peyğəmbərin sünnəsidir Şiəli. Peyğəmbər özü insanları Həzrət Əliyə tabe olmağa çağırırdı. Bu özü Peyğəmbərin sünnəsidir. Biz də tabe olduq Şiə. Şiə yəni Peyğəmbər Həzrət Əlinin arxasınca gedənlər, Həzrət Əlinin addımlarını atanlar. Şiə bu da Peyğəmbərin sünnəsidir. Biz əsl sünnilər elə biz özümüzük ki, Həzrət Əlinin addımlarını qoyuruq. Bu Huzeyfə ibn Yəmani vasitəsilə Azərbaycana İslam təbliğ olundu və Şiəli o dövrdə də Azərbaycanda geniş yayılmışdı. Bəli. Və biz bunun nəticəsi olaraq görürük. Həzrət Həkimə xanım o vaxtı Abbasilərin şərrindən qaçıb Azərbaycana sığındı. Azərbaycanda Bakıya sığındı. Ya məsələn Gəncədə olan imamzadələr ki var. Bəli. Onlar məsələn Azərbaycana sığındı və digər imamzadələr Azərbaycana sığındılar. Niyə? Çünki orada Şiələr var idi. Həzrət Əli məhəbbəti, sevgisi olan insanlar var idi. Və eyni zamanda Müslim İbn Ovsəcə ki var, Kərbəla şəhididir, İmam Hüseynin yanında şəhid olub. Bu Müslim İbn Ovsəcə Azərbaycan fəthində ordunun öndə gedənlərindən idi. Və Müslim İbn Ovsəcə də Azərbaycan fəthində iştirak edib və Azərbaycan xalqı ilə ünsiyyət qurub. Belə bir insanların Azərbaycan xalqı ilə ünsiyyət qurması bu o deməkdir ki, Azərbaycana Şiəli Şah İsmayıl Xətainin dövründən gəlməyib. Şah İsmayıl Xətainin özünü bəs Şiə kim etmişdi? Şah İsmayıl Xətai özü Şiə idi. Bəs desək ki, Şah İsmayıl Xətainin dövründən Azərbaycana Şiəli gəlib, bəs Şah İsmayıl Xətainin özünü kim Şiə etmişdi? Deməli bu Şiəli var idi Azərbaycanda, kök salmışdı ki, Şah İsmayıl Xətai özü də Şiə etiqadındaydı. Bəzi hətta Şiəliyin yaranmağında belə Şah İsmayıl dilə ki, gəldi Şiəçiliyi yaratdı. Yəni bir növ belə də bir söz. Amma Şiəçiliyi bildiyimiz kimi elə Peyğəmbərin vaxtının Qədirxum elə buna işarə edir bizə. Qondarma məzhəb deyil ki. Yəni məqsədim budur ki, Azərbaycanda Şiəlik Səfəvilər dövlətindən başlamayıb. Səhabələrin, hətta İslamın əvvəllərindəki səhabələrin təsiri Şiəliyin Azərbaycana gəlməsində böyük rol olub və təsir olub. Və eyni zamanda Elxanilər dövləti, Alibuyə dövləti ki, öz yerində Şiə dövləti olub və etiqadlarında müəyyən fərqliliklər olmuş olsa da, Şiə dövləti olub, Qədrxum bayramını bayram kimi qeyd ediblər. Elxanilər, məxsusən mən Elxanilər dövlətinə vurğulamaq istəyirəm. Bu coğrafiyada, bizim coğrafiyamızda Elxanilər dövləti təqribən 1261-ci illərdə hakimiyyətdə olublar. Hülakü xan ki, bizim hamımızın tanıdığı Nəsrəddin Tusi ki, Azərbaycanda biz uşaq vaxtı məktəbə gedəndə kitabların üstündə Nəsrəddin Tusinin şəkillərini vururdular. Ki, Nəsrəddin Tusi bizim məsələn dahi şəxsiyyətimiz. Nəsrəddin Tusinin
vasitəsilə Hülaki xan Şiəliyin bu məntəqədə yayılmasında böyük rola sahib olub. Böyük rol oynayıb. Nəsrəddin Tusi bir növ Hülaki xanın vəziri, yəni Hülaki xandan sonra birinci adam olaraq Nəsrəddin Tusi idi hakimiyyətdə. Nəsrəddin Tusi özü Şiə fəqihlərindən, Şiə üləmasındandır, özü Şiə filosoflarından, Şiə kəlamçılarındandır, Şiənin böyük alimlərindəndir və Şiəçiliyin Azərbaycan məntəqəsində və bu coğrafiyada yayılmasında Səfəvilərdən qabaq Elxanilər dövləti zamanında Nəsrəddin Tusinin böyük təsiri var və böyük əməyi və zəhməti var. Eyni zamanda Marağa rəsədxanası ki deyirik, Marağada yerləşir. O dövrdə Nəsrəddin Tusi tərəfindən 12 il ərzində tikildi, gözəl memarlıq üslubu ilə tikildi və indinin özündə də biz uşaq vaxtından elə eşidirik Marağa rəsədxanası deyirlər ki, Nəsrəddin Tusinin yəni tərəfindən bünövrəsi qoyulmuş bir rəsədxanadır ki, Elxanilər dövləti zamanında bu rəsədxana tikilib və eyni zamanda Elxanilər dövləti Nəsrəddin Tusiyə şərait yaratmışdılar. Bəzi büdcəni onun ixtiyarında qoymuşdular ki, seyidlərə kömək olunsun, alimlərə kömək olunsun. Hətta alimlər o dövrdə vergilərdən azad edilmişdilər Elxanilər hakimiyyəti dövründə. Və ən çox Nəsrəddin Tusidən və Hülaki xandan sonra Şiə etiqadını qəbul etmiş və Şiə etiqadında olmuş xanlar biri məhz həmin bizim tanıdığımız məşhur Qazan xandır. Ki Qazan xan hətta deyirlər Həzrət Əli əleyhissalamı yuxuda görür. Yəni bu hətta yəni Şiəliyə böyük etiqadı var idi və ondan sonra taxta onun qardaşı gəlir Məhəmməd Olcayto. Məhəmməd Olcayto da deyirlər ki, tarixdə yazıblar ki, Şiə etiqadında idi. Yəni sonradan Şiə olur və Əllamə Hilli ki, bizim böyük alimlərimizdəndir. Onların dövründə yaşayıb və İslam Şiəçiliyin, Şiə məzhəbinin bu ərazilərdə yayılmasında böyük zəhməti və payı var. Hətta deyirlər bəzi kitablarını Ərdəbildə yazıb Əllamə Hilli ki, özü Hillədən idi, İraqlı idi, amma bəzi kitablarını Ərdəbildə yəni qələmə alıb. Bu hətta yəni tarix kitablarında qeyd olunub. Yəni sözümün canı budur ki, yəni sırf Şiəlik Azərbaycanda Səfəvilər dövründən başlamır. Səhabələrin dövrünü qeyd etdiyi ki, oradan başlayır və eyni zamanda da Ali Buyyə hökumətində də Şiəlik var idi Azərbaycanda və eyni zamanda da daha rəsmi olaraq, daha münəzzəm olaraq Azərbaycanda Şiə etiqadının rəsmi olaraq formalaşması və genişlənməsi bir növ təsadüf edir Elxanilər dövrünə ki, Elxanilər dövrü 1261-ci ildə təqribən bünövrəsi qoyulub, amma Səfəvilərin isə 1501-ci ildə yəni bünövrəsi qoyulub. Yəni arada təqribən 3 əsrə yaxın vaxt var. Və bu yüzdən yəni o ki bizə irad edirlər ki, Şah İsmayıl Xətainin qılıncı sayəsində Şiəlik yayıldı. Bu yanlışdır. Bu Şiəçiliyin çöhrəsinə olan terrordur. Şiəçilik İslam bu ərazilərə, bu torpaqlara gəldiyi dövrdən Azərbaycanda var və Səfəvilər dövründə sadəcə olaraq daha da rəsmiləşdi və daha da möhkəmləndi. Nəinki bünövrəsi qoyuldu. Bəli, Azərbaycan xalqının kökü şiəçilikdir. Bunu da qeyd edeyim. Şah İsmayıl Xətainin dövründə zərb edilən bir şahi sikkəsi var. O sikkənin üstündə yazılıb ki, La ilahə illallah, Muhammedən Rasulallah, Əliyyən Vəliyullah. Yəni, bizim kökümüz var. Bizim kökümüz Əli əleyhissalamın vilayətinə bağlanır, qədir-ruhuma bağlanır. Yəni, bu nəticəyə gəldi. Hətta mən üzr istəyirəm. Mən bunu qeyd eləmişdim, yaxşı ki yadıma saldınız. Hətta nəinki Səfəvilər dövründə, hətta ondan da 3 əsr qabaq İlxanilər dövründə belə bəzi sikkələr var. Mən onların əkslərini də görmüşəm, şəkillərini də görmüşəm. Bəzi sikkələr var, üzərində 12 imamın adı yazılıb. Əliyyən Vəliyullah yazılıb. Muhammed Rasulullah və Əliyyən Vəliyullah həmin sikkələrin üzərində hətta Elxanilər dövründə belə həmin sikkələr çap olurdu və üzərində də Əliyyən Vəliyullah yazılırdı. Və bunu göstərir ki, Şiəlik elə o dövrdə də rəvac tapmışdı. Bəli. Növbəti sualımız və sonuncu sualımız
bundan ibarət ki, Azərbaycan ədəbiyyatında, yəni klassik ədəbiyyatımızda Qədirxum və Əli vilayətinə aid nə kimi nümunələr var? Bilirik ki, bizim bir çox ədiblərimiz, mütəfəkkirlərimiz, tarixi şəxsiyyətlərimiz milli və dini kimliyimizi nümayiş etdirən o insanlarımız məhz Əhl-i Beytə məhəbbətdə seçiliblər. Daim Əhl-i Beytə olan məhəbbətlərini öz qələmləri ilə ifa ediblər. Əli vilayətinə bağlılıqlarını bildiriblər. Əli vilayətinin yolunu tutublar, Əlinin yolunu tutublar və bu yolu təbliğ ediblər. Yəni xülasə bunu deyək ki, Əlinin vilayətini tutub gediblər, Əlinin yolunu tutub gediblər. Yəni nə? Yəni düşüncələrində, təfəkkürlərində Həzrəti Əli kimi düşünməyə çalışıblar. Rəftarlarında, əməllərində Həzrəti Əli kimi əməl etməyə çalışıblar. Bu çox mühümdür. Hədislərin birində buyurulur ki, Əli ibn Əbi Talibin vilayəti mənim qalamdır. Hər kəs bu qalaya daxil olarsa, mənim əzabımdan amanda qalar. Yəni nə? Yəni hər kəs Həzrəti Əli kimi düşünərsə, Həzrəti Əli kimi əməl eləyərsə, həmən rəftarı göstərərsə, Allahın əzabından amanda qalar. Əli vilayətinin mənası bu. Amanda qalmağın mənası bu. Bizim şairlərimiz, ədiblərimiz də bu yolu tutub gediblər. İndi bu gün də biz gərək Əli vilayətinin yolunu tutanda bunu düşünək. Həzrəti Əli kimi düşünməyə çalışaq. Həzrəti Əli kimi rəftar eləməyə çalışaq. Məsələn, bu günləri Qəzza hadisəsi var ortalıqda. Həzrəti Əlinin zamanında olsaydı, o zalimlərin tərəfini tutardı, yoxsa məzlumların tərəfini tutardı. Bu çox mühümdür. Biz ki, Əli vilayəti deyirik, mütləq və zəruridir ki, Həzrəti Əli kimi zalimlərin müqabilində məzlumların yanında olaq. Bu da bir dənə mötərizə olaraq qeyd etmək istədiyim məsələ idi. Qaldı ədiblərimizə, bir çox ədiblərimiz, müasir şairlərimiz, klassiklərimiz Əhl-i Beytə olan məhəbbətlərini ifadə ediblər, aşkar ediblər. Müasir şairlərdən bir dənə şair var, Əli-Rza Nəimi adında. Onun çox yaxşı beyti var. Daha doğrusu uzun bir dənə mədhiyyəsi var, Qədirxum barəsindədir. Mən oradan müəyyən seçmələri eləmişəm. Təbərrük ünvanında oxumaq istəyirəm. Bayramda təbərrük ünvanında. Deyir ki, əgər qəlbində vardı hubbu Heydər, sakit əyləşmə. Gərək aləm bilə, dillərdə baqi eşq-i Heydərdir. Qədirin bayramın şiə gərək çox möhtərəm tutsun. Qədir ayinə-i şəxsiyyəti Mövla-i Qəmbərdir. Qədir ikmal-i din, etmam-ı nemət lütfizdədir. Qədir eydi təşəyyü yox ki, Eydullah-ı Əkbərdir. Yəni, fəqət şiyyənin yox, Allahın böyük bayramıdır Qədir. Qədirin əhdi bağlanmış tamam-ı ənbiya ilə, hamı bu əhdə başəydi, hamı təzim eylərdi. Sifariş eylirəm qalsın, Peyğəmbərin dilindəndir də, mən bəzi yerlərini götürmüşəm. Sifariş eylirəm qalsın yaduzda bu sözüm daim, mən idim hər kimə Mövla, onun Mövlası Heydərdir. İmamüzdür, əmirüzdür, vəliyullahi əzəmdir, bunu inkar edə hər kim, yəqin etsin ki, kafərdir. Bu məzmunda bizim şairlərimizin gözəl mədhiyyələri var. O cümlədən biz baxırıq klassik ədəbiyyatımıza. Molla Pənah Vaqifə, Qasım bəy Zakirə, Molla Pənah Vaqif özünü Əhl-i Beytdən bilir, Həzrət Əlidən bilir. Buyurur ki, ey xoş onlar ki Muhammed Mustafa'nı sevdilər, oldular aşiq, Əliyyül Murtəzanı sevdilər. Ya Qasım bəy Zakir deyir ki, Zakir, yapış ol Əhməd-i Muxtar ətəyindən, Xeybər dağdan Heydər-i Kərrar ətəyindən. Xülasə biz ədəbiyyatı vərəqləsək, saysız, hesabsız bir çox məsələn ədiblərimiz var ki, Həzrət Əliyə məhəbbətini bildiriblər, Əhl-i Beytə məhəbbətini bildiriblər. Məhəmməd Füzulidən bir şeir deyərdim mən də. Məhəmməd Füzuli buyurur ki, Həqiqəti Süəda əsərində ki, Azərbaycanda da tərcümə olunub, çap olub həmin əsər. Buyurur ki, fərzdir kim ola siğaru kübar. Bir vacibdir hər kim ola, kiçik, böyük fərqi yoxdur. Kiçik ola, böyük ola. Hamıya vacibdir. Mail-i hübb-i Heydər-i Kərrar. Heydər-i Kərrarın, yəni Həzrət Əlinin məhəbbətinə meyilli ola. Onun üçün demiş Rəsulullah, Həzrət Həqqə valimən valah ki, biz əvvəldə qeyd elədik. Allahümmə valimən valah.
Adəm Onun dostu, sana Aba. dostu. İlahi, sən Həzrət Əli ilə dost olan sən də dost ol. Onunla düşmən olan sən də düşmən ol. Bəli. Məhəmməd Füzuli ona işarə edir. Bəli. Həmin ona işarə edir ki, Həzrət Həqqə onun üçün demiş Rəsulullah, Həzrət Həqqə, yəni Həzrət Allaha buyurmuşdu ki, "Vali mən vala." Hər kim onu sevir, sən də onu sev. Ey ki lütfi ilaha talibsən, ey kəsi ki, yəni ey o şəxsi ki Allaha talibsən, yəni Allahı istəyirsən, Allahın lütfünü istəyirsən, ruzi məhşər nəcata rağibsən, yəni məhşər günündə nicat tapmağa meyllisən, istəyirsən nicat tapasan, olma ol şaha düşməni bədxah. O Həzrət Əliyə düşməni bədxah olma. Hədəfi tiri Adəmən adah. Deyir o Peyğəmbər ki buyurdu ilə Allahumma Adəmən adah. Hər kim ona düşməndir, sən də ona düşmən ol. Deyir bu oxun hədəfi olma yenə. Hədəfi tiri Adəmən adah olma. Yəni qədrxumu qəbul elə, vilayəti qəbul elə. Məhəmməd Füzuli burada bir nə demək istəyir ki, qədrxumu qəbul elə. Həzrət Əlinin vilayətini qəbul elə. Onun vilayətində ol və onu sev, ona düşmən olma ki, ta nicat tapasan. Həzrət Əli əleyhissalama açıq-aşkar, yəni Məhəmməd Füzuli kimi bizim şəxsiyyətlərimiz qədrxumu qəbul ediblər və Həzrət Əli əleyhissalamın vilayətini qəbul ediblər və Şiə etiqadında olublar. Şeyx Məhəmməd Füzulidən söz düşmüşkən, məşhur misraları var ki, birbaşa Həzrət Əliyə məhəbbətdən xəbər verir. Buyurur ki, əzbər olmuşdur dilimdə şanlı namın ya Əli. Mən kiməm? Aləmdə bir kəmtər qulamın ya Əli. Məhəmməd Füzuli özünü Həzrət Əlinin qulamı hesab edib. Bu qədər məhəbbət olub Həzrət Əli. Bəli, bununla belə biz görürük ki, xalqımızın dahi şəxsiyyətləri, yəni tariximizdə olan böyük şəxsiyyətlər, şairlərimiz Əli vilayəti ilə yaşayıblar və bu vilayəti yaşadıblar. Yəni xalqımızın kimliyi, tarixi, hər bir şeyi Əli vilayəti ilə yoğrulub. Bununla da bugünkü verilişimizi tamamlayırıq. Hər birinizə Allaha tapşırırıq. Assalamu aleykum və rəhmətullahi və bərəkətuhu.